Bəzi görürsən, ahirete iman etmeyen insanlar var ki, kafirlerden, onlar görürsən ki, yani qoluna saat taxarlar. Bu saçı Amerika Birleşmiş Ştatlarında bir Brent marka var. Brent markanın sahibi İranlı bir insandır. Vaxtı ki oraya köçmüş, indi Amerika vətəndaşıdır. Dünyanın en pahalı saatlar ondadır. Saatın qiyməti 32 milyon dolar. 32 milyon dolar. Markadır, insan markadır. İnsan özü istehsalçı markadır. Əsasən saatında en yüksək karatlı brilliantlardan istifadə edir. Amma saatı varlı, zəngin edən bahalı daşlar, bahalı dəmir deyil. Onun markası. Həmin insanlar o saatı alırlar. Niyə görə? Düşünür ki, bəlkə bu saatı taxandan sonra bəlkə xoşbəxtliyin, saadətin dadını tamam yarata bilir. Görür ki, bu nə gəlmədi. O dad gəlmədi. Dad gəlmədi. Dubayda birisi var, şeydir, kripto oligarxıdır. Yəni eynəyi brilliantdan, ayaqqabıları brilliantdan, pencerenin üstü brilliantdan. Nə bilim, hər şey brilliantdandır bu insanın. Tamam, yaxtaları, nə bilim, gəmiləri, nə bilim, təyyarələri. Amma hələm də başa düşmür ki, bu saadət deyilən bir şey var görəsən. O moşunu xoşbəxtlik var ya, xoşbəxtlik, axtaraq da durub. Bunlar da 10 gündədir. Axtaraq da durublar, hələ də tapa bilmirlər ki, bu xoşbəxtlik deyilən bir şeyin adı varsa özü olmalıdır. Görürsən, haradadır? Onu tapa bilmirlər haradadır. Və axtardıqca da azırlar. Heç vədə tapmayacaqlar, ta ki hidayət olmayacaq. Ta ki iman etmeyecek. Ta ki Allah'ı tapmayacak. Çünkü Allah Teala bizi iki əsas maddeden yaratır da. Bizim cismani tərəfimiz torpaqdandır. Ona göre bütün gizalarımız torpaqdandır. Yedilərimizə bax, hamısı torpaqdandır. Bütün yedilərimiz torpaqdan gelir. Sen ne yeysən, ne giyinsən, ne içsən, hamısı torpaqdandır. Tamam mı? Ya torpağı verilir, ya torpağın içindən çıxır. Tamam mı? Bu ne eləsən də bu bədən yedi. Bədən ikinci əsas elementi qalıb bax ruh. Ruh buradan değil, torpaktan değil, semadandır. Tamam mı? Allah Teala onu orada yani yaratmış, orada yazmış, oradan göndermiş. Bu ruh aç kalır. Bu ruh aç kaldıkça sen hiçbir zaman saadetin tamını dadmayacaksın. Mümkün değil. Dünyanın en bahalı saraylarında yaşa. Sen saraylarını ağ mermerde yok ya, ağ mirvariden yıkılsın. Tamam mı? Giyindiğin ayakkabılar kızıldan ve almazdan olsun. Saadet gelmeyecek. Hiç gelmeyecek. Aksine daha da uzaklaşacak. Daha da köksünü sanacaq. Çünki nədir? Sən yalnız torpaqdan gələnlər ilə təmin etmirsən bir tərəfini. O da hansı tərəfidir? Cismani. Cismani, bəs ruhani, bəs onun mənəvi tərəfi, səmadan gələn tərəfi. O acından ölür, susuzdan ölür. O gəbərir. Tamam mı? Onun suyu, qidası, yeməyi, içməyi torpaqdan olanlar deyil. Səmadan gələnlərdir. O da nədir? Səmadan nə gəlib? Tenzilun minər-Rahmanir-Rahim. Onun qidası